Salam hər kəsə. Mövzumuz Azərbaycan Respublikasının iqtisadi rayonlarıdır. Əvvəlcə baxaq bu iqtisadi coğrafi rayon anlayışı nədir? Azərbaycanda 14 iqtisadi coğrafi rayon ayrılıb. Hansı xüsusiyyətlərinə görə? Təbii şəraitinə görə, təbii ehtiyatlarına görə, burada olan təsərrüfatın ixtisaslaşma sahələrinə görə, əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə fərqləndirib 14 iqtisadi coğrafi rayon ayırıblar. Yəni bu hər iqtisadi coğrafi rayonun özünə məxsus təbii şəraiti, təbii ehtiyatları, təsərrüfatın ixtisaslaşma sahələri var. İndi baxaq görək. Bakıdan başlayaq. Əvvəlcə deyirik ki, Bakı Azərbaycanda olan iqtisadi coğrafi rayonların sahəsinə görə ən kiçiyidir. Baxın, sahəsinə görə ən kiçik iqtisadi coğrafi rayon Bakıdır, amma əhalisinə görə ən böyük, yəni əhalisi ən çox olan iqtisadi coğrafi rayon isə yenə Bakıdır. Deməli, ərazisi ən kiçik, əhalisi ən çoxdur. Əhalisinin çox olmasına səbəbi də burada təbii artım deyil. Çünki təbii artım burada 1000 nəfərə 1 nəfərdir. Yəni təbii artım çox aşağıdır. Burada səbəb mexaniki artımdır. Yəni kənarlardan gələnlər, yəni belə deyək, təbii artım yox, mexaniki artım hesabına əhali artır. Bu da bura gələnlərin hesabına baş verir. Daha sonra deyirik ki, Bakı Xəzərin sahilində yerləşir. Neft, qaz ehtiyatları ilə dünyada məşhurdur. Bu da onun əsas belə deyək, mərkəz olmasına, əsas yer olmasına səbəb olub, əsas şəhər olmasına səbəb olub. Həm burada çoxlu elm, mədəniyyət mərkəzləri var, institutlar, universitetlər. Yəni əsas elm təhsil mərkəzidir, sənaye mərkəzidir belə deyək Azərbaycanda və burada təkcə neft deyil, belə deyək, neft hasilatı və emalı deyil, həmçinin burada neft kimya sənayesi, daha sonra metallurgiya, maşınqayırma sahələri də inkişaf eləyib və Bakı iqtisadi rayonu Abşeron Xızı iqtisadi rayonu və Şirvan Səlyan iqtisadi coğrafi rayonları ilə sərhəddir. Xarici ölkə ilə sərhədi yoxdur, amma Xəzər sahilində yerləşir. Və Bakı iqtisadi coğrafi rayonu dedik, ən kiçik iqtisadi coğrafi rayondur, amma əhalisi ən çoxdur. Mexaniki artım hesabına baş verib. Ölkədə əhalinin, ümumiyyətlə Azərbaycan əhalisinin urbanizasiya səviyyəsi, urbanizasiya nə deməkdir? Yəni şəhərdə yaşayan və şəhər həyat tərzinin inkişaf etdiyi yer. Səviyyə. Deməli, urbanizasiya səviyyəsi Azərbaycanda ümumiyyətlə 53%-dir. Bunun da elə 43%-i Bakıdadır. Yəni əhalinin 43%-i şəhər əhalisinin, 43%-i Bakıda yaşayır. Daha sonra deyirik ki, Bakıda təkcə dedik neft yox, həm də burada maşınqayırma, metallurgiya kombinatları da var. Məsələn, burada metal qırıntıları emal eləyən müəssisə var. Metal qırıntıları istehsalı ilə məşğul olan. Deməli, bunun da adı Bakı Azər Elektrotelim şirkətidir. Metal qırıntıları istehsal eləyən müəssisədir. Bakı Azər Elektrotelim şirkətləridir. Həmçinin burada ən əsas bilmək lazımdır ki, sənaye parkları var. Pirallahı, bir də Qaradağ sənaye parkları mövcuddur. Bakı limanı, yəni ölkədə olan ən böyük liman, həmçinin Bakıda ölkədə olan ən böyük hava limanı da var, Heydər Əliyev adına. Daha sonra İsveçrə və Azərbaycanın birlikdə qurduğu burada Cənubi Qafqazda ən böyük sement istehsal edən şirkət var. Həmçinin bütün nəqliyyat yollarımız elə Bakıdan başlayır. Daha sonra bura quru subtropik meyvəçilik ərazisidir. Belə deyək, quru subtropik meyvələr deyəndə daha çox quraqlıqda bilirik ki, onsuz da Bakının ərazisi, hələ bu ərazi, Buta qəsəbəsi və bu ərazilər ən çox yağıntı, ən az, Azərbaycanda ən az yağıntı düşən yer idi. Təbii ki də burada quru subtropik meyvələr bitər. Əncirdir, zeytundur, zəfərandır, püstədir. Belə meyvələr bitir burada əsas və heyvandarlıqda isə əsas burada quşçuluqdur. Ümumiyyətlə fikir versəz, indi əksər şəhər adlarını çəkəndə, yəni əhali çox olan yerlərdə quşçuluq, xüsusilə broiler quşçuluğu ilə məşğul olduğunu görərik. Çünki o tez bir zamanda ətlə təmin edə bilər əhalini ona görə. Daha sonra bura ilə bağlı ən vacib məlumatlar dedik. Həmçinin burada südlü ətli heyvandarlıq, üzümçülük, bostançılıq da var. Ən əsas məsələ nədir bir də? İstilik elektrik stansiyası hesabına enerji təmin olunur ki, bu da tələbatı ödəmir. Burada həm də Şimal Dres var. Şimal Dres nə deməkdir? Dövlət rayon elektrik stansiyası deməkdir. Bura daxili tələbatı ödəmədiyinə görə əhali çoxdur axı. Neynirlər? Mingəçevirdən bura enerji təminatı edirlər. Bu oldu Bakı haqqında. İndi biraz aşağı verək, burada Bakı haqqında görək nələri gözdən qaçırmışıqsa onları da əlavə edək. Hə, Bakı ərazisinə dedik ki, burada Cənubi Qafqazın ən böyük şəhər məskunlaşması zonası olan Bakı aqlomerasiyası burada formalaşıb. Nefti, qazı, maşınqayırması bunların hamısını
dedik. Daha sonra ən əsas məsələ, hə, burada 12, rayon daxildir Bakının ərazisinə. 3 N var burada: Nəsimi, Nizami, Nərimanov. Daha sonra 2, X hərfi var: Xəzər, Xətai. 2, daha doğrusu 3 S hərfi var: Sabunçu, Suraxanı, Səbail. Qaradağ, Yasamal, Binəqədi, Pirallahı. Ümumiyyətlə bunların hamısını oxuyub öyrənmək lazımdır. Daha sonra keçirik Abşeron Xızı iqtisadi rayonuna. Abşeron Xızı demişdik ki, ərazisinə görə ən kiçik ölkədə olan Bakı idi. Bakıdan sonra Abşeron Xızı idi. Daha sonra eee nə deyəcəkdik? Aha. Hə, keçirik Abşeron Xızıya. Abşeron Xızıya daxildir. Abşeron elə adı üstündə. Abşeron rayonu, Xızı rayonu. Bir də burada Sumqayıt şəhəri daxildir. Həmçinin Masazır qəsəbəsi, yəni ən böyük qəsəbədir. İnkişaf eləyir özü də son illərdə sürətlə. Abşeron rayonunun mərkəzi Xırdalan şəhəri idi. Daha sonra Xızı rayonunda tatlar yaşayır. Bu o deməkdir ki, bura yekcins deyil. Yəni əhalisinin milli etnik tərkibi yeçsins deyil. Yəni təkcə azərbaycanlılardan, yəni təkcə bir xalqdan ibarət deyillər. Burada fərqli xalqlar var. Məsələn, dedik Xızıda olan tatlar burada yaşayır. Ən əsas buranın sənaye şəhərləri Sumqayıtla Abşeronun mərkəzi olan Xırdalan şəhəridir. Həmçinin Abşeron burada görürsüz mavi rəngdə verilib. Bunu deyirdik Abşeron eksklavıdır bu. Hacıvəli hökməli kvarts qumu yataqları var burada. Şüşə istehsal olunur. Sumqayıt ümumiyyətlə kimyaçılar şəhəridir belə deyək. Burada çoxlu kimya zavodları var. Həmçinin burada alüminium deməli zavodu var. Boru prokat, daha doğrusu boru prokat zavodu var. Hansı ki, bilirik Daşkəsəndə Zəylikdə alünit yatağı var. Zəylik alünit yatağı. Həmin o alünit yatağından alünit çıxarılır. Daha sonra Gəncəyə göndərilir. Burada Quşçu Alabaşlı dəmir yolundan gedir bu. Daha sonra Gəncədə ondan dəmir alüminium oksidi alınır. Daha sonra isə o göndərilir deməli Sumqayıta ki, ondan saf alüminium istehsal olunsun və ondan alüminiumdan məhsullar istehsal olunsun. Həmçinin burada kimya müəssisəsində istehsal olunan məhsullar təkcə Azərbaycana deyil, eyni zamanda xaricə də, yəni ixrac edirik bunu biz, satırıq. Hansı ölkələrə? Təbii ki, Rusiyadır, Türkiyədir, daha sonra Çindir. Qərbi Avropanın bəzi ölkələridir, Almaniya, Niderland kimi, həmçinin hətta Braziliyaya qədər gedib çıxır, yəni. Və nəyi demək lazımdır? Turizm rekreasiya ehtiyatları ilə də zəngindir bura. Məsələn, Xızıda burada Altıağac var. Düzdür, Xızı Siyəzən rayonları arasına düşür, əsas hissəsi amma Xızıdadır. Altıağac, orada meşələr qorunur. Yəni əsas rekreasiya ehtiyatıdır da onlar. Həmçinin dəniz sahil əraziləri var. Bunları da qeyd etmək olar. Və Abşeron Xızının da xarici ölkəyə çıxışı yoxdur, amma dənizə çıxışı var. Sonra keçirik Quba Xaçmaza. Quba Xaçmaza daxildir. Abşeron Xızıya aid nə isə demədim deyəsən. Burada quru subtropik meyvəçilikdir burada da eyni zamanda. Sonra bilirsiniz burada nə qalıb? Burada Abşeron Xızıdan Bakı dediyi əsas nəqliyyat yollarının başladığı yerdir. Ümumiyyətlə nəqliyyat qovşağıdır da, yəni Bakı. Bütün nəqliyyat yollarımız elə burdan başlayır. Və burdan üzü Rusiyaya gedən dəmir yolu, avtomobil yollarıdır. Hamısı bu Abşeron Xızıdan keçməlidir. Sonra bunları dedik. Həmçinin burada qoyunçuluq var. Özü də həm yaylıq, həm qışlıq. Yəni həm yaylaqlar var, həm qışlaqlar. Bu nə deməkdir? Yəni yayda düzən ərazilərdə çox quraqlıq olur, ot falan o qədər də olmur. Aparırlar Xızı tərəfə, dağlıq yerə qoyun sürülərin, yəni yaylağa. Qışda isə yuxarı soyuq olur, ona görə də düzən yerlərə gətirirlər. Yəni deməli yayda aparırlar dağa, qışda aparırlar düzənliyə. Yaylaq və qışlaqlar olmuş olur. Deməli, qışda isə qoyunları gətirirlər düzən yerlərə, yəni yaylaqlara. Sonra Quba Xaçmaza baxaq. Quba Xaçmaz iqtisadi coğrafi rayonuna daxildir. Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən inzibati rayonları. Bunların içərisində ən kiçiyi Siyəzəndir, ən böyüyü Qubadır. Quba ümumiyyətlə Azərbaycanda olan ən böyük inzibati rayondur. Daha sonra Qusarda Samur, Xaçmazda Yalama, hətta Yalama dəmir yolu idi. Bundan başqa Xaçmazdan Rusiyaya gömrük keçid məntəqələri var. Sonra Qusarda dedik Samur gömrük keçid məntəqəsi var. Daha sonra baxın bu Siyəzən ərazisində neft ehtiyatları var, yəni neft hasil olunur. Quba və Xaçmazda ən əsas məsələ meyvə tərəvəz
konserv müəssisələri var. Yəni konserv zavodu var. Meyvə tərəvəz. Quba və Xaçmazda. Ümumiyyətlə Quba Xaçmaz zonası deyən kimi ağlımıza tumlu meyvəçilik gəlir, yəni almadır, gilasdır, belə şeylərdir. Yəni tumlu meyvələr gəlir və bu ərazi gec yetişən tərəvəzçiliyi ilə fərqlənir. Belə düşünün, yəni biraz şimaldadır, axı yəni soyuq yerdədir. Ona görə burada gec yetişən tərəvəzçilikdir, tumlu meyvəçilikdir. Daha sonra Quba Xaçmazı dedik. Həmçinin burda üzümçülükdür, kartofçuluqdur, daha sonra, gec yetişən tərəvəzçiliyi dedik. Həmçinin burada qoyunçuluq da yayılıb. Həm yay otlaqları var, həm qış otlaqları var. Yəni həm düzənliyi, həm dağlığı varsa, deməli bunun həm yay otlağı var, həm qış otlağı var. Daha sonra deyə bilərik ki, Xaçmazda həm də burada balıqçılıqla Xaçmazın, Xudat şəhərində. Biz demişdik ki, deməli Xaçmazda Xaçmaz şəhərindən başqa bir dənə şəhər var idi, o da Xudat şəhəri idi. Hansı ki, orda elə balıqçılıqla da məşğul olunur. Daha sonra Siyəzən dediyi neft hasilatı. Qubada mərmər, özü də çəhrayı mərmər ehtiyatı var idi. Daha sonra deyə bilərik ki, Xaçmaz və Qubada modul tipli, yəni daha kiçik də belə deyək, modul tipli istilik elektrik stansiyaları da var. Daha sonra Rusiyaya gedən yolların üzərində yerləşir. Bunların hamısını dedik. Və əhalisi də yeç-cins deyil təbii ki. Burada ləzgilər və başqa xalqların nümayəndələri yaşayır. Və deyirik ki, burada şəhərlərin sayı rayonların sayından çoxdur, çünki Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən. Görürük ki, burada 5 rayon var, amma 6 şəhər var. Çünki hər bir rayonun elə həmin adlı rayon mərkəzi, yəni şəhəri var. Məsələn, Qusarda Qusar şəhəri var, Qubada Quba şəhəri var. Amma Xaçmazda Xaçmazdan əlavə Xudat şəhəri də olduğuna görə deməli deyirik ki, burada şəhər sayı rayon sayından çoxdur və qeyd etmək lazımdır ki, respublika əhəmiyyətli şəhər yoxdur. Bu 3 fiziki coğrafi rayonu dedik. Birini də deyək, yekunlaşdıraq. Dağlıq Şirvana baxaq. Dağlıq Şirvan fiziki coğrafi rayonunda, daha doğrusu iqtisadi coğrafi rayonunda İsmayıllı, Ağsu, Şamaxı, Qobustan dağlıq ərazidə yerləşən rayonlardır. Və biz bu ərazini deyəndə ağlımıza ilk gəlməli idi nə? Yanarşist ehtiyatı gəlməli idi. Daha sonra yanarşistdən başqa demək lazımdır ki, bu Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun xarici ölkəyə çıxışı yoxdur, dənizə çıxışı yoxdur. Çox hündür, yüksək dağlıq ərazidədir. Yəni dağlıq ərazidə olduğuna görə əhalisi çox azdır və burada deməli əhalinin sayı dedik ki, çox azdır, təbii artım da aşağıdır. Sonra deməli, ərazisi, dağlıq olduğuna görə burada əsas arıçılıqdır, baramaçılıqdır, daha sonra, qoyunçuluqdur, bunlarla məşğul olurlar. Burada əsas nəyi demək lazımdır? Şamaxı deyəndə ağlımıza gəlməlidir xalçaçılıq. İsmayılda Baskal ərazisi var. Baskalda, deməli, ipəkçilik burada inkişaf eləyib. Hətta burada Baskal, Azərbaycanda Baskal firması da var. İpək məhsullar orada məhsulları ilə tanınır. Daha sonra süd məhsullarına görə bu ərazi tanınır. Məsələn, İsmayıllı lahıc şoru marketlərdə bəlkə fikir vermisiniz və yaxud da Şamaxı şoru belə qeyd olunur. Yəni süd məhsullarına görə fərqlənir bura. Həmçinin İsmayılda lahıc var. Lahıc ərazisi zərgərliyinə görə fərqlənir. Misgərlikdir, belə şeylərdir. Daha sonra həmçinin burada əsas məsələ üzümçülük və şərabçılıqdır. İqtisadi coğrafi mövqeyi heç əlverişli deyil, çünki nə dənizə çıxmır, nə də xarici ölkə ilə sərhədi yoxdur. Çox dağlıqdır, yüksək dağlıq olduğuna görə əhəmiyyətli bir avtomobil və yaxud da dəmir yolu ərazisindən keçə bilmir. Şəki-Zaqatalaya baxaq. Şəki-Zaqatala iqtisadi coğrafi rayonuna daxildir. Balaçan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ. Və Balaçan, Zaqatala, Qax iki ölkə ilə həm Rusiya ilə, həm Gürcüstanla sərhəddədir. Şəki, Oğuz, Qəbələ isə yalnız Rusiya ilə sərhəddədir. Qəbələdə də meyvə tərəvəz konserv zavodu var, hansı ki, Quba Xaçmazda da var idi. Daha sonra Zaqatalada burada qızılgül yağı istehsal edən müəssisə var. Ümumiyyətlə qızılgülçülük burada xüsusilə fərqlənir. Bura əsas gərzəkli meyvəçilikdir. Məsələn, həm də burada fındıq təmizləmə zavodu da var idi. Deməli, Şəki Zaqatalanın ərazisində, xüsusilə Zaqatalada fındıq təmizləmə fabriki var. Daha sonra burada camışçılıqdır, heyvandarlıqdır əsas, baramaçılıqdır. Daha sonra gərzəkli meyvəçilik, yəni fındıq, qoz, şabalıd belə şeylərdir. Daha sonra qızılgül yağını da dedik və burada da deməli tütündür, çəltikdir. Bir qədər rütubətli olduğuna görə, yəni
bu ərazidə, çəltik əkilir. Daha sonra Şəkidə həmçinin ipək kombinatı var. Ümumiyyətlə bu ərazi tarixən də elə ipəkçiliklə məşhur ərazidir. Daha sonra, Respublika əhəmiyyətli şəhər var burda, Şəki şəhəri, və rayon və şəhər sayı bərabərdir. Daha sonra dedik ki, iqtisadi coğrafi mövqeyi olduqca əlverişlidir. 2 xarici ölkə ilə sərhədi var. Daha sonra, Filizçay, Kotexçay, Mazımçay, Kastaq polimetal yataqları var. Yəni ən əsas faydalı qazıntı biz burada polimetalın adını çəkirik. Eee, Daha sonra həmçinin burada, Yevlaxdan, Balakənə gedən, yol var. O burdan, keçir təbii ki. Daha sonra həm, düzən ərazi, həm dağlıq ərazi olduğuna görə həm yaylaq, həm də qışlaqları var.